Təbrik edirəm. İnşallah 100 yaşasın, uzun ömür, can sağlığı. Hansı mahnılar ümumiyyətlə bu günə qədər sevmirsən? Hansı mahnıları dillər əzbərdə öz tərəfindən, yəni bəyəndiyin? Təzə çıxartdığım hansı var, yola ver getsin. Çox xoşuma gəlir. Gülürsə arzu dilək, sənin ad günün mübarək mübarək. Xəbər verdiyimiz kimi müğənni İzzət Bağırov 50 yaşının tamam olması münasibəti ilə məclis təşkil edib. Axşam.azın məlumatına görə məclisə ifaçının oğlu Əli də iştirak edib. O, günə uğurla verilişinə müsahibəsində atasına arzularını dilə gətirib. Atamı təbrik edirəm, ona uzun ömür, can sağlığı arzulayıram deyə ifaçının oğlu bildirib. Əlavə olaraq qeyd edək ki, Əli bu il məzun olur, hazırda universitetə hazırlaşır. Qeyd edək ki, İzzət Bağırovun əkiz oğlu evladı da var.